Dostlar, təsəvvür edin yatırsınız, duranda hesabınıza dollarla pul yatır. Buna maliyyə dilində rübli dividend deyirlər. Bəs dünyada iqtisadi kriz tanımayan, illərdir ki, ardıcıl dividend ödəyən bu sakit limanlar hansılardır? Coca-Cola, K.O. Dünyada nə baş verir versin, insanlar bunu içir. Hər rübdə şirkət pulunuzu ödəyir. İllik ortalama dividend gəlirliyi isə 2,53% civarındadır. Procter Gamble, P.G. Şampunlar, sabunlar, iqtisadiyyat çöksə belə hər kəs yuyunur. İllik 2,59% gəlirlə qazanc həmişə var. McDonald's insanlar burger yeməyə dayandırmır. Şirkət isə illik 2,23% gəlirliyi ilə öz səhmdarlarına pul ödəmək. Johnson & Johnson, J&J 60 ildən çoxdur ki, fasiləsiz dividend verir. İllik 2,12% ortalama gəliri ilə əsl müdafiə xəttidir. Hazır səbətlər, yəni ETF-lər. Mən tək-tək şirkət seçib risk almaq istəmirəm deyənlər üçün hazır dividend səbətləri var. NOBL son 25 ildə yalnız dividendini artıran aristokrat şirkətləri özündə birləşdirir. SCHD yüksək dividend verən keyfiyyətli şirkətləri hədəfləyir. VIG isə hər il dividendlərini böyüdən nəhəngləri toplayır. Yəni sadəcə bir ETF almaqla yüzlərlə belə nəhəng şirkətin pasiv gəlirinə ortaq olmuş olursunuz. Həm başını ağrımır, həm də ki risk bölünür. Bəs bunları necə alacağıq? Çox sadə. Bir bank invest tətbiqini açırıq. Axtarışa girir və məsəl üçün Procter Gamble-ın səhmlərini almaq üçün PG yazıram. Al düyməsinə sıxıram və beləcə həmin şirkətə bir kliklə mən də ortaq olmuş oluram. Amma dostlar, vacib bir qeyd. Adını çəkdiyim ETF-lər, şirkətlər, faizlər, bunların heç biri maliyyə tövsiyəsi deyil. Məqsədimiz sadəcə bu cür pasiv gəlir alətlərini sizə tanıtmaqdır. Siz həmişə öz araşdırmanızı eləyib və qərarınızı da özünüz verin. Bəs sizcə tək-tək şirkət almaq sərfəlidir, yoxsa hazır bütöv səbəti? Fikirlərinizi şərhdə yazmağı unutmayın. Sağ olun və salamat qalın.